500 manata gedirdin açılışlara bilirəm. Bəli. Amma o qədər çoxudur ki, bu səni qane eləyirdi. Az qala hər gün sənin açılışın oldu. Mən nəinki Bakıda da, mən xarici ölkələrə də çağırdılar, Moskvaya da, yəni Ora hansı qiymətə gedirdin? Ora bahar. Neçəyə? Moskvaya $5000 gedirdim. Bir dənə açıldı deyirdin, gəlirdin. Bəli. Bir dəfə elə oldu ki, rəssamına mənə zəng elədi. Dedi ki, çoxu keçibmişik. Sən istəyirlər də, neçəyə gələrsən? Dedim ki, $4000 gələrəm. Mən də bilmirəm axı, cəmaat mənə görə gəlir. Elə biləm ki, açıqlıq gelib, açıqlıq eləyəcəm. Getdim, gördüm 500 nəfər adam mənə görə gəlir. Mən də deyirəm, rəssamına mən neyniyəcəm? Ki, bilmirəm də, bu cəmaat səni istəyir. Mən də şey elədim. Çıxdım, ay mənim canlarım, bir dəfə deyərlər, 2 dəfə deyərlər. Cəmaat ha gülürlər. Rəssana yazdı, 3 saat başladı mənim yerimə oxumağa. Ki, mən belə. Ondan sonra mən başladım oxumağa, şey eləməyə, oxumağa. Demək, sənin proqramın Ay Mənim Canlarım açıldı, bundan ibarət idi. 5 dəqiqəlik, 10 dəqiqəlik Mən gəldim, mən elə bildim. Kəsmək. Səni də çağırıblar tədbirə. Sən onu deyirsən, proqramı bitir. Əməli var ki, konsertə çağırıb. Yəni 10 dəqiqəlik söz üçün səni çağırırlar arasında. Bəli. Oxumağa başladın. Oxudum, bəli. Səsin yoxdur. Səsim yox, patlayır axı mahnı. Rakkaçka, ləhləlulə. Birisi Rakkaçkanı nə qədər sevirlər. Əslində mənim stilimdə deyil o mahnı. Mən ritm mahnıları sevirəm. Amma cəmaat sevir.